Allahım, gözəl ölkəmdə temalar nə zaman bitəcək, bitməyi bilmir ki, bilmir. Sanki tam bir sınaq meydanıdır bu gözəl həyat. Öncəliklə hər kəsə salamlar. Bəri başdan göz haqqınızı halal edin. Minnətdaram izlədiyiniz üçün və kanalıma xoş gəldiniz. YouTube-da xəritələr və xalqlar, TikTok-da Xankəndi.az və başqa platformalarda da izləyə bilərsiniz hər zaman. Dedim bunu not edin. Bu gün həftələr öncə çəkilən bir video geniş müzakirələrə səbəb oldu. Hadisə Tovuzda baş verib. İstəyirsinizsə gəlin əvvəlcə nə olduğuna bir göz ataq. Axı niyə? Niyə ölkəmizdə ən adi bir hadisələr belə bu qədər şişirdilir? İnanın, ilk öncə bu videonu gördüm, sonra açıqlamasına baxdım. Elə bildim nişan yaxud xına mərasimidir. O da oğlan tərəf və müəllimə də gözəl bənbeyaz geyinib deyəsən orada lentdiyanətsə düzəldirlər. Axır ki elə bildim bir xeyir işdir. Bəli, məktəb həyatımızda bir dəfə olan məktəb məzuniyyəti, əlifba bayramı və başqa şeylər bunlar təbii anılardır və yaxşı bir şəkildə keçirməyə də haqqımız var və məncə bir müəllim üçün və müəllimin cəmiyyətə bəxş etdiyi ən gözəl ərmağan yetişdirdiyi şagirdlərdir. Əlbəttə ki, müəlliməyə də hədiyyə verilə bilər, amma bu güllər olsa, uşaqların birgə hazırladığı kiçik şirniyyatlar olsa, bir qutu qəşəng şokolad, yəni maddi dəyəri az, amma gözəl bir çərçivə məsələn, unudulmaz anlardan birinə aid bir rəsm və s. bu həm daha sadə və yadda qalan olar. Həm də valideynlər də hər halda boğazlarından kəsib alırlar. Amma necə deyim, təmtəraqlı mərasim eləmək, eksklüziv hədiyyələr almaq, sanki valideynlər mənəvisi lazım deyil o bir qırağa, elə əziyyət haqqını qaytarırlar. Yadınızdadırsa, əvvəllər də bu cür hədiyyə vermələrlə bağlı ölkəmizdə rezonansa səbəb olan hadisələr, hətta müəllimlərin cəza alması kimi hallar baş verib. Qanunla da məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təqdimatlara əsasən müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və başqa şeylərin verilməsi yol verilməz hesab olunur. Və daha sonra xəbərlər paylaşıldı ki, həmin müəllimə bu videoda olan o şiddətli töhmət alıb. Əziz təhsil işçiləri, son zamanlar ölkədə yeniyetmələrlə bağlı xoşagəlməz xəbərləri tez-tez alırıq. İndi ən isti xəbəri sizə çatdırım. İddialara görə Bakı məktəblərinin birində son zəng günü münasibətilə rəqs məşqinə tələbələr, şagirdlər gəlib, mühafizəçisi məktəb həyatına daxil olmağa icazə verməyib. Mübahisə yaranıb. Şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur. Mən tövsiyə edirəm ki, daha çox bunlara zaman ayırsaq, o zaman təhsil sistemimizə ən bahalı hədiyyə düşür. Mənim bugün üçün deyəcəklərim bu qədər idi. Özünüzə yaxşı baxın və inanıram qarşıdakı zamanlarda belə hallar bir daha rastlanmaz. Özünüzə yaxşı baxın. Hələlik.